Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillah və bə'd. Ramazana hazırlıq və Ramazanın günlərində Ramazan günləri xətti. Şaban ayının son günlərini yaşayırıq. Allahın izni, yardımı, lütfü sayəsində Ramazan ayı qapımızın önünə gəlib çatmaq üzrədir. Qapımızı döymək üzrədir. Allah Subhanahu taala xeyirli bir şəkildə bizi Ramazana çatdırsın. Xeyirli bir şəkildə də Ramazandan çıxmağı nəsib etsin. Allahumma amin. Deməli, bir müslim qardaşınız olaraq sizə kiçik bir proqram tövsiyə eləmək istəyirəm. İnşallah bu proqramı ümid edirəm ki, etsək hər birimiz üçün yaxşı olar. Demək, birinci, Şaban ayının son günləridir. Hazırlıq etməliyik. Nədir bu hazırlıq? Tövbələrimizi yeniləməliyik, keçmiş səhvlərimizi xatırlamalıyıq, ciddi istiğfar etməliyik. Halallıq almalı olduğumuz biri varsa, gecikmədən halallıq almalıyıq. Sosial media istifadəsini sıfıra endirməliyik. Və Ramazan üçün tabiri caizsə niyyət dəftəri açaraq Ramazan ayında Allahın məhəbbətini qazanmaq üçün edəcəyimiz əməlləri, yəni arzuladığımız hədəfi qeyd etməliyik. 2. Ramazanın ilk 10 günü, yəni rəhmət günləri. Və bu günlərdə hər gün bacardığımız qədər Quranı hər gün səhifə sayısını artıraraq daha çox oxumalıyıq. Heç olmazsa gündə bir cüz. Və sübh namazını cəmaat şəklində qılmalıyıq. Hər gün ən azı heç yoxdursa 100 dəfə istiğfar etməliyik və bir nəfərə mütləq gizli yaxşılıq etməliyik. Və bunu da heç kim bilməməlidir. Üçüncü, Ramazanın orta 10 günü, yəni məğfirət günləri. Bu günlərdə əsla, hətta bütün Ramazan boyu, xüsusən də bu günlərdə əsla qəzəblənməyəcəm proqramı altında, qəzəblənməyəcəm proqramı istiqamətində yaşamalıyıq. Yəni, bir nəfərə belə olsa, bir dəfə də belə olsa əsəbləşməyəcəm, qəzəblənməyəcəm, qışqırmayacam və sükunət halımı pozmayacam və qəzəblənməyimə səbəb olacaq yerlərdən və kəslərdən də uzaq olacam. Yəni, qəzəbə nəzarət proqramı. Qeybəti sıfıra endirməliyik. Zaten hər bir halımızda bu qeybət bir müslim üçün sıfırda olmalıdır. Ramazan ayında xüsusən qeybəti sıfıra endirməliyik. Nə qəlbimizlə, nə dilimizlə heç kim haqqında qəlbimizlə yanlış bir zənn etməməliyik, dilimizlə də heç kim haqqında yanlış bir söz söyləməməliyik. Hətta gözümüzlə də qeybət etməməliyik. Yəni, heç kimə belə aşağılamaq baxışı ilə baxmamalıyıq. Yəni, bu kimdir, bu nədir, belə. Olmaz əsla. Ramazan ayı təlim, tərbiyə, nizam, intizam, yenilənmə ayıdır. Ramazan ayına xüsusi diqqət etməliyik. Bu ayı dərk edərək Allah Subhanahu yaşamağı bizə nəsib etsin. Allahumma amin. Yəni, qeybəti sıfıra endirmək hədəfi. Bu proqramı Ramazanın orta məğfirət günlərində çox diqqətlə izləməliyik. Hər gün az da olsa sədəqə verməliyik. Az da olsa hər gün sədəqə verməliyik. Gün ərzində 10 dəqiqə mütləq bir şəkildə, ən azı gün ərzində 10 dəqiqə ölüm və axirət haqqında təfəkkür etməliyik. Dördüncü, Ramazanın son 10 günü qurtuluş günləri. Nə etməliyik? Gecə namazını sabitləşdirməliyik. Az da olsa gecə namazını mütləq davamlı qılmalıyıq. Rəbbimizlə tək qalma vaxtını artırmalıyıq. Bax, təkrar edirəm, Rəbbimizlə tək qalma vaxtını artırmalıyıq. Qədr gecəsini ciddi axtarmalıyıq və uzun və səmimi dua siyahısı tutmalıyıq. Uzun və səmimi. Və sonda bunu düşünərək belə qəlbimizin ən dərin yerinə yazmalıyıq. Ramazan sadəcə aclıq ayı deyil. Ramazan nəfsin tərbiyəsidir. Ramazan qəlbin yumşalmasıdır. Ramazan bizi Allahın izni ilə dəyişməlidir. Allaha qarşı tərbiyəni gözəlləşdirəcək bir Ramazan yaşamağı Allah Subhanahu bizlərə nəsib etsin. Allahumma amin. Allah Subhanahu bütün ömrümüzü Ramazan etsin. Allahumma amin. Subhanaka Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə
ent estağfiruke ve etûbü ileyk.